Hər kəs öz həyat yoluyla məktəbin, müəllimin, insanın həyatında nə kimi olduğunu bilir və qiymətləndirməlidir. Mən isə həmişə həyatımda bütün varlığımla, keçdiyim həyat yoluyla məktəbə borçluyam, müəllimə borçluyam. Peşəkarlığın, biliyin, savadın, intellektin əsası məktəblərdə qoyulur. Ona görə məktəbdə verilən təhsil insanın həyatında həlledici rol oynayır. Və hər bir insan üçün onun gələcəyi, onun taliyi məktəb illərində dərslərə verdiyi qiymətlə, dərslərə verdiyi diqqətlə birbaşa bağlıdır. Samra Hanım. Bəli. Samra, Xoş gəlmişsiniz. Çox sağ olun. Xoş gəlmişsiniz buralara. Bugün sizin, bəlkə də bilmirsiniz, Bəli. fəaliyyətinizin 25 illiydi. Çox sağ olun. Buna görə də Çox sağ olun. təbrik edirəm. Təşəkkür edirəm. Təşəkkür Təşəkkür edirəm. edirəm. 25 illik fəaliyyətinizlə əlaqədar elm və təhsil işçiləri, həmkarlar ittifaqı, Ağcabədi rayon komitəsi adına sizi fəxri fərmanla Çox sağ olun. Çox sağ olun. Sizin Təşəkkür edirəm. uğurlarınız nəinki bizə, bütün respublikaya aiddir. Siz bilirik ki, sizin bu fəaliyyətinizdə müəllimləriniz, kollektivləriniz, hətta şagirdləriniz belə sizin dərs vaxtı o qədər sevirlər, o qədər maraqlanırlar ki, çox istəyərdim ki, bir öz fəaliyyətinizdən, bu 25 illik müəllim olduğunuzdan bir qısa da olsa bizim üçün məlumat verəsiniz. Bir də sizə bildirmək istəyirəm ki, Elm və Təhsil İşçiləri Ağcabədi rayon komitəsinin yeni bir layihəsi var, mən bir müəlliməm. O layihədə sizin həmkarlar təşkilatda xahiş edib ki, bizim məktəbin belə bilikli, bacarıqlı müəllimləri çoxdur. Bunlardan biri də Pəsiyeva Samra xanımdır. Onlar da həmin layihədə iştirak eləmək üçün bizi dəvət ediblər ki, həmin layihədə iştirak edir Samra müəllimə də. O da öz uğurlarından, öz fəaliyyətindən həm müəllimlərə, həm də dərs dediyiniz şagirdlərə çatdırasınız ki, görək bu Samra müəllim kimdir? Mən bir müəllim olaraq bunun peşəkarlıq fəaliyyəti, müəllimin uğurları barədə biraz öz fikirlərini, öz xatirələrini danışsın. Bu 25 ildə siz nə qazanmışsınız? Çox şey. Buyurun. Həqiqətən məni duyğulandırdınız. Çox sağ olun. Həqiqətən duyğulandım. Minnətdaram, təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun Arzu müəllimə. Xoş gəlmişsiniz. Siz bir neçə dəfə bizim məktəbdə olmuşsunuz. Daim yanımızdasınız. Hər zaman uğurlarımızı izləyirsiniz. Həm məktəbimizin, həm müəllimlərimizin, şagirdlərimizin uğurlarını izləyirsiniz. Bir dəfə də hətta bu məktəbdə 2024-cü ildə tədbirdə iştirak etmişsiniz. Əbədi Yaşar müəllimlərimiz və doğma məktəbimiz tədbirində iştirak etmişsiniz. Çox yaxından maraqlanırsınız həmişə. Özünüz də qeyd etdiniz, Xankəndi, Şuşa səfərində sizlə bərabər olmuşam. Sonra müəllimlər günündə bir çox tədbirlərinizdə bir yerdə daim çalışmışıq, işləmişik. Təşəkkür edirəm. Bugünkü gəlişiniz həqiqətən də məni duyğulandırdı. Və 25 il deyəndə inanın, özümə elə bildim ki, bir 25 dəqiqə keçibdir. Amma 25 il deyəndə, arxaya dönəndə baxdım ki, o qədər şagirdlər, o qədər işlər, dərslər, mənim həyatımdan o qədər müəllimlər keçibdir. Mən öz müəllimlərimin sayəsində buradayam. Yəni, 11 nömrəli orta məktəbin sayəsində bu səviyyədəyəm. Çünki mən Elmira müəllimə, indi Haqqın dərgahındadır, Haqqın dərgahına qovuşub, Allah ona qəni-qəni rəhmət eləsin. Elmira müəllimənin danışığı, Elmira müəllimənin səs tonu hələ də beynimdədir. Hər sinifdə də, dərsdə, yeri gələndə mən onun adını çəkirəm, xatırlayıram. Ondan başqa fizika müəllimim Xalidə müəllim, tarix müəllimim Xanım müəllimə, məktəbimizdə olub rəhmətli Məmməd Ağa müəllim, bizim Azərbaycan dil müəllimimiz
yəni məktəbimizin müəllimi, mənə dərs deməsə də əzizimiz Tohidə müəllimə, İradə müəllimə, tarixçimiz, yəni bir çox adını saya bilmədiyim müəllimlərdən üzr istəyirəm. Bundan başqa 2023-cü ildə oktyabrın 5-də Elm və Təhsil Nazirimiz Emin Əmirullayev tərəfindən qabaqcıl təhsil işçisi döş nişanına layiq görüldüm. Buna görə bir daha Elm və Təhsil Nazirimizə, başda prezidentimiz olmaqla hər birinə dərin təşəkkürümü bildirirəm. Sizə təşəkkür edirəm. Həmkarlar İttifaqına, Ağcabədi şöbəsinə dərin təşəkkürümü bildirirəm. Bu illər hamı deyir ki, zirvəyə çat. Amma bilmirik ki, zirvə sonun başlanğıcıdır. Zirvə sonun başlanğıcıdır, amma hər birimizə bu sonun başlanğıcı olan zirvədə qalmağı arzulayıram. Biz bir yerdə güclüyük. Mən şagirdlərimlə, öz müəllimlərimlə, məktəbimlə, bizə rəhbərlik edən rəhbərliklə güclüyəm. Yəni, mən tək heç bir iş görə bilmərəm. Ona görə də hər birinə tək-tək təşəkkür edirəm. Bu illərdə xaricdə də çox təhsil alan şagirdlərim olub, orta məktəbimizi bitirən, başqa yerlərdə işləyən şagirdlərimiz də olub. Hal-hazırda rayonda hansı idarə təşkilata gedirəmsə şagirdlərimlə qarşılaşıram. Həqiqətən də bu çox qürur verici bir işdir, qürur verici bir andır. Ona görə də mən məktəbimə, müəllimlərimə, başda yenə deyirəm, ən başda prezidentim olmaqla Elm və Təhsil Nazirimizə, hər birinizə, sizə dərin təşəkkürümü bildirirəm. Bu yolda daim birləşək, uğurlar qazanaq. Uğurun açarı isə ardıcıllıqdır. Gərək o açarı itirməyək. Daim ardıcıllıqla uğura doğru addımlayaq və zirvədə qalaq. Sonun başlanğıcı olan zirvədə qalmağı hər birimiz arzulayaq. Təşəkkür edirəm. Çox sağ olun. Şirin yuxulardan dönüb şıltaq